Haqqun və batilun. Haqq var, bir dənə də batil var. Bundan üçüncüsü yoxdur. Yəni, bəzi işlərdə, insan əməlində, insan rəftarında, insan həyatında ya haqdır, ya batil. Ola bilər, məsələn, nə isti döyür, nə soyuq döyür, belə bir şey olsun. Ola bilər, məsələn, nə çox ac döyür, nə çox tox döyür, belə bir şey olsun. Amma bu mövzuda, əməl mövzusunda, mənəvi mövzuda insan ya haqqın tərəfindədir, ya batilin tərəfindədir. Ya haqlandır, ya da batilləndir. Necə ki, məsələn, Ayətəl Kürsüdə deyir ki, və mən yəkfir bit tağut və yu'min billah fəqəd istəmsəqə bil ürbətil fisqa ləm fisamələha. Kim tağuta kafir olub Allaha iman gətirsə, o möhkəm Allah ipindən neynəyib yapışıb. Və mən yəkfir billah, kimsə Allaha kafir olsa, fəavliyauhumut tağut. Onun da vəlisi, rəhbəri, ağası tağut olacaq. Bu ayəni deməkdə, ayənin öz təfsiri ilə, filanı ilə işim yoxdur. İşim ondadır ki, deyir, və mən yəkfir bit tağut və yu'min billah. Kim tağuta kafir olsa, Allaha iman gətirə biləcək. Kim Allaha kafir olsa, nəinki tağuta iman gətirəcək. Allah Teala buyurur ki, kim Allaha kafir olsa, birbaşa onun vəlisi, onun başçısı da şeytandır, tağutdur. Burada ikinci bir orta yol yoxdur, üçüncü yol yoxdur ki, məsələn, Allaha iman gətirməyən, tağuta da kafir olmayan, orta bir xətt olsun, belə bir şey yoxdur. Ya Allaha imandır, ya tağuta küfürdür, ya tağuta imandır və Allaha küfürdür. Başqası yoxdur. Həzrət də burada buyurur ki, haqqun və batilun. Ya haqdır, ya da batildir və likullin əhlun. Hər ikisinin əhli vardır. Və ləin əmirəl batilu lə qədimən fəalə. Əgər batilin burada nəsə qabağa keçməyini görürsünüzsə, hiss edirsə, belə qədimdən belə bir şeylər olub. Birinci dəfə deyir. Və ləin qəlləl haqqı fələrubbəma və ləəllə. Əgər haqqı da nədir, az görürsünüzsə, haqqın əhlini də az görürsünüzsə, haqq əhlinin zəifliyini görürsünüzsə, ki, sıxıblar onları, zəif vəziyyətə salıblar, bu da ki, fələrubbəma və ləəllə. Çox vaxt olacaq ki, bunlar nə olacaq? Ümid var ki, qalib olacaqlar, qələbə çalacaqlar. Kəm min fiətin qəlilə, qələbət fiətən kəsirə biiznillah. Çoxlu az dəstələr var ki, neynəyiblər? Çox dəstələrə qələbə eləyiblər, çox dəstələri məhv eləyiblər. Nə ilə? Biiznillah. Allahın icazəsi ilə, Allahın izni ilə. Allah gələr sizin bir vaxt danışan diliniz olar, ondan sonra görən gözünüz olar, düşünən beyniniz olar, eşidən qulağınız olar. Əli əleyhissalam Məhəmməd Hənəfiyyə deyir ki, İrəllaha cumcumətük, başçası o Allaha kirayə verginən, qoy o səni idarə eləsin. Bu fitnə fəsadların nədir? İçərisində. İnnəllaha yudafi'anilləzini amənu. Allah möminləri müdafiə edir. Haqqun əleyna nəsrul müminin. Allah deyir ki, bizim boynumuzda haqdır, bizim boynumuzda vacibdir. Möminlərə nə eləməliyik? Köməklik eləməliyik.